Şəfa Hüseynova bir zamanlar xeyli populyar olan bu gənc müğənnidən danışacağıq. O vəfat edərkən yaşı 30'u haqlamışdı. Sumqayıt şəhərinin yetirməsi idi. Bu şəhərdən populyarlaşmışdı. Bir zamanlar elə bir küçə yox idi ki, elə bir mağaza yox idi ki, burada onun mahnıları səsləndirilməsin. Şəfa elə indi də sevilir. Onun ölümü insanları onu unuttura bilmədi. Əksinə bu faciəvi qəza onu daha da məşhurlaşdırdı. تمام عشقی در جسم خالی من روح کلام عشقی ای که همیشه فایی در عین بیریایی پیش تو مثل کاهم تو مثل کهربایی. Şəfa ilə bağlı verilişi əbəs yeri hazırlamırıq. Düşünürəm ki, mən sadiq tamaşaçılarımıza bu haqda danışmalıyam. Əslində, bu layihəni biz Azərbaycan mədəniyyətində, incəsənətində, tarixində böyük xidmətləri olmuş şəxsiyyətləri həsr etməyi nəzərdə tutmuşuq. Amma eyni zamanda tamaşaçılarımızın xahişini, çoxsaylı zəngləri də göz ardı edə bilmərik. Tez-tez aynstv.ws saytındakı səhifəmizə baxarkən tamaşaçıların gənc müğənni Şəfa haqqında bir veriliş etməyi dəfələrlə xahiş etdiklərini görürdüm. Mən hər dəfə o qədər də əhəmiyyət vermədiyim xahişlərin günü-gündən çoxaldığının şahidi oldum və bu fakt mənim Şəfaya haqsızlıq etdiyimi göstərdi. Onun şöhrətini bir daha sınağa çəkmək qərarına gəldim. Prodüserimiz İlqarla şəhərin bir çox kaset və disk satış məntəqələrinə dəydik. Burada da Şəfanın kasetlərinin hələ də uğurla satıldığını dedilər. Deməli, Şəfanın ölümü heç nəyi dəyişməyib. O yenə sevilir və məşhurdur. Mənim isə onun haqqında veriliş hazırlamamaq kimi bir haqqım yoxdur. Onun artıq unudulmuş ailəsinə müraciət etdik. Onları Saray kəndində çətinliklə tapdıq. Çəkilişləri tamamilə təsadüfi şəkildə 27 noyabrda etsək də, verilişin efirə verilmə tarixi dekabrın 2-sinə təsadüf edir. Tam təsadüfən. Dekabrın 4-ü isə Şəfa Hüseynovanın faciəvi qəzada həlak olmasından düz 5 il ötür. Şəfa xanım həyatdan gedib, onun kimi o qədər sənətçilər həyatdan gedib, heç axtarılmır. Amma Şəfanın bəlkə də o mahnıları onu məcbur edir. Bax, sizlər sağ olun ki, sağ olsun bu aynı şirkəti ki, bax, bu insanları arayırsınız, axtarırsınız. Hamımız gözləyirdik, məsələn, Şəfa layiq olduğu nöqtəyə çatacaq. Şəfa sənətində o pik nöqtəyə çata bilmədi. Ateşi bu yangın ürəyimdə çatıb getdin, sən məni nəfsinə satıb getdin. Bir gərəksiz əşya kimi həyatından at məni, unut məni, unut məni. Unut ki yaşanacaq, nə qalır sabaha, sevginin qatarı getdi gülüm, getdi daha. Türkiyədə universitetdə nəsə tədbir olub, deyəsən 20 yanvara aid ediblər, yoxsa yadımda da ödəyək. Orada birinci dəfə çıxıb ifa edib, məcbur edib ki, müəllimləri təhrik edib ki, oxu. Oxuyub, nəsə xoşlara gəlib, ondan sonra gəldi, Azərbaycana gələndən sonra. Sinif yoldaşlar, qrup yoldaşlar gəldi, danışdı ki, bəs belə də, onun qəşəng səsi var, yaxşı oxuyur, imkan verin bu, getsin qabağa, oxusun, öyrənsin, belə elə. Sonra qolma əqraba eşidəndən sonra başladılar, elə bir ki, toylar, öz toylarımız olanda mikrofonu verdilər hərdəmli ki, oxusun. Şəfanı həmişə universitetdə gözləyirdik ki, Şəfa gələcək, kaş bir boş dərs olaydı, çalıb oxuyaydıq, qulaq asaydıq, belə. Həmişə musiqini sevib. Biz bilirdik ki, o müğənni olacaq. Çünki onun konkret idealı idi ki, müğənni olacaq. Hətta universitetdən diplomu, biz hamımız diplomu belə həvəslə gözləyirdik qutaranda. Şəfa o qədər maraqsızdı o diplomu almaq belə. Mənim ürəyimdə həmişə bir neçə var idi. Elə bilirdim ki, onun oxumağı, nə bilim, o sənətə getməyi, elə bir ürəyimə dammışdı ki, bizi ayıracaq. Həmişə yalvarırdım. Hətta heç Sumqayıtdan çıxmağına razı olmurdu.
Amma bacının bu nigarançılığı hələ ki uzaq idi. Şəfa karyerasına təzə başlayırdı. Onun öz auditoriyası yaranmışdı. Sumqayıtdan başlayan şöhrət çığırı onun adını ölkənin ən uzaq sərhədlərinə qədər apardı. Azərbaycanda Şəfanı tanıyırdılar və sevirdilər. Gəlirdən çox onun özünün həvəsi var idi. O heç ora gələndə bilmirdi ki, gəlir olacaq, olmayacaq. Hansısa bir səviyyəyə qalxacaq. Sadəcə oxuyurdu. Şəfanı bir daha mən bunu kəşf elədim. Onun insaniyyətin, din, onun insana qarşı münasibətin. Yəni, məsələn, şənlilərə düşürdü. Şənlilərdə bu insan bəlkə də özünün halına o qədər yanmırdı. Gördün ki, o toy eləyən insanların bir kasıbın toyuna düşəndə o adam, biz bir dəfə Gəncədə toyda olduq. Gördü ki, bu adam biraz imkansız adam toy yiyəsi gəldi. Axırda pul almağa Şəfa rəhmət dedi ki, mən bu toyda pul istəmirəm. Amma Şəfa ara müğənnisi olub pul qazanaraq sənətdə gününü keçirmək istəmirdi. O bu sənətin aşığı idi deyə mükəmməl musiqi təhsili almağa çalışırdı. Ən böyük arzusu da Alim Qasımovun tələbəsi olmağı idi. Onun şeirlər bloknotunu açıram. Şəfanın öz xətti ilə yazılmış bu sözlər insanı riqqətə gətirir. Bugün ən xoşbəxt günümdür. Alimin dərslərində oturacağam. O ən çox istədiyi şey idi ki, dünyadakı Alim Qasımov ona dərs keçsin, başı salsın. Sonra birdən-birə, bilmirəm onu kimsə demişdi, Alim mənim demişdi ki, gəlsin, baxaq səsinə. Sonra gəldi, evdə danışdı, sevinə ki, bəs Alim Qasımovun tələbəsiyəm. Çox savadı var idi, ədəbiyyatı çox gözəl bilirdi. Ona irsən keçmişdi. Atası gözəl ədəbiyyat müəllimi idi, səyahət müəllim. Vidadi babanın səhv eləmirəmsə, Şəfa adlı bir qadın qəhrəmanı olub. Atası onun adını vermişdi Şəfaya. Mən onun musiqi dəftərinə baxdım, çoxlu qəzəllər var idi orada. Yəni bu dəqiqə bizim müğənnilərimizdə ümumiyyətlə ən belə bərk edən, hətta xalq artistlərində belə soruşsan 2 qəzəli normal şəkildə ancaq sənə deyə bilərlər, ədəbiyyatda işləyə də bilməz. Əruzu gözəl bilirdi Şəfa. Şəfa ümumiyyətlə son dövrlər bilirsiniz ki, o istiqamətini, yönünü dəyişmişdi də, yaradıcılığının yönünü dəyişmişdi. Son dövrdə başlamışdı, lap son dövrlərdə. Deyirəm ki, ölümündən 1 ay, 2 ay, 3 ay, 5 ay qabaq, məsələn, o başlamışdı, ancaq muğam dərsə gedərdi. Ancaq muğamlar. Məsələn, deyirəm, biz onunla toylar doladıq, deyir, Yusuf müəllim, mən indi muğam oxumaz. Dedim, ay Şəfa, muğamı o qədər istəmirlər. Dedi, Yusuf müəllim, onu siz, mən, məsələn, biz bu sənət adamları xalqa çatdırmalıyıq ki, muğamımızı da istəyin. Səhv eləmirəmsə, 3 ya 4 albomu var və həmişə öz musiqilərinə qulaq asanda gülür. Dedim, niyə gülürsən? Dedi, bu nə deyir, mən oxumuşam. Qulaq asıram deyib, gülməyim gəlir. Deyirəm, niyə? Camaat istəyir, camaat sevir. Deyir, yox, mən həddindən çox vurğun idi Alim Qasımovun sənətinin. Şəfa can üstə olan zaman, bilirsiniz, mən onda hər bir vasitələrə əl atmaq istəyirdim ki, yəni ki, ola bilsin. Xilas eləmək olar? Bəli. Mənim yadıma gəlib, mən Alim müəllimin nömrəsini yığdım. Telefonu axtardım, Alim müəllimin nömrəsini yığdım və Alim müəllim Şəfa canı üstədir. Son nəfəsdə sizi görmək istəyir dedim. Çünki mən elə gəlirdi ki, bəlkə o insan gözünü açıb başın üstündə Alim Qasımovu görsə, bəlkə ola bilsin sevincdənmi, ya nədən. Öz kumirini görsə də? Bəli. O da sağ olsun sözümü yerə salmadı. Getdi. Amma neyləmək olar? Bəlkə çoxları bilmir, müğənni Şəfa ölümündən bir neçə il əvvəl ailə həyatı da qurmuşdu. Özü də bu şadlıq sarayında. Amma bir çox xanım müğənnilərin yaşadığı aqibəti o da yaşamalı oldu, ailəsini qoruyub saxlaya bilmədi. 3 ayın gəlini oldu. Bəlkə də onun mahnıları ona görə ürəklərə yol tapır ki, bu mahnıların konkret ünvanı vardı. Şəfanın ailəsi uğursuz oldu. Və o elə bir uğursuzluq oldu ki, ondan sonra mənə elə gəlir, o bütün hisslərə nöqtə qoymuşdu. Şəfa tam özünü ailəsinə vermişdi, tam. Yaxınları, atası, anası, ailəsinin üzvləri, bir də sənəti. Daha çox özü üçün yaşamalıydı, mənə elə gəlir. Məsələn, mən fikirləşirəm ki, əgər bilsə ki, 30 yaşında gedəcək o dünyadan, bəlkə çox şeylər daha başqa cür eləyərdi. Şəfanın həyat yoldaşı Anar da zamanında müğənniliklə məşğul olub. Anar məşhur N Brothers qrupunun ilk solistlərindən idi. 3 ay olar heç bir yerdə yaşamadılar. Niyə? Səbəb nə idi? Səbəb Şəfadan istifadə olunması sadəcə. Alfonsluq. Alfonsluq və ailəyə çörək ağacının gətirilməsi, belə demək olarsa. Yəni çörək ağacı kimi Şəfa nəzərdə tutulur. Hər halda təcrübəsi var idi, dünya görüşü yaxşı idi. Nə yaxşı, özündən balaca. Neçə yaş balaca idi oğlan? 3 ya 4 səhv eləmirəm. Bəlkə
Siması qəşəng idi oğlanın, xarici görünüşü. Xarici görünüşü qəşəng idi. Qəşəng, nə bilim, Yəni necə deyim, ola bilsin. Özünə cəlb eləmişdi. Yəni o qəşəng. Ola bilsin, ola bilsin. Elə bir insanın onda üz istəyirəm ifadəmə görə, bəlkə vicdanı yoxdur ki, o adam bu hərəkət eləyər. Özü də Şəfa kimi bir insana. Şəfanın o yeniyetmə vaxtı ilə o ki, tez yandı, tez söndü. Şəfanın bəlkə deyərəm ki, hamının boyunda haqqı vardı. Mən deyərdim ki, Şəfanın əksər mahnıları o insana yazılır. Bir dəfə evdə mətbəxə keçmək istədim. Gördüm, mətbəxin qapısı bağlıdır. Qapını açdım, gördüm, ağlayır. Dedim, nə olub? Artıq boşanmışdılar. Bəli. Gördüm, ağlayır. Dedim, niyə ağlayırsan? Mahnını qoydu. Bir dənə buna qulaq as. Qulaq asdım. Dedi ki, Zöhrə, bax, sən kişisən də, sən bir kişi dərk eləsə, bilsə ki, bu mahnı, musiqisi, sözləri, şeiri, hamısı o insana yazılıb. Yəni ki, onu yazan insana qarşı heç olmasa biraz rəhm mi deyim, heç olmasa biraz sevgi mi deyim, yaranarmı səndə? Dedim, əlbəttə ki, mən o insanın gözümün üstünə qoyarım. Dedi, axı, bu insan nə istəyir? Mən bundan artıq necə olum ona qarşı? Baxın, belə insanlarda biraz saxtakarlıq olduqlarına görə bunlar daha profesional olurlar və münasibətləri bacardıqca uzadırlar. Amma görünür ki, Şəfa onu tez tanımışdı, 3 ay. Hər axşam evə yorğun gəlməyin və həmin evdə ancaq pul, tələblər və qarşılıqsız münasibət gördükdə, yəni o insan gecələr evə gəlmirdi. Bir dəfə gün orta saat 2 idi ya, 3 idi, gördüm gəlir ağlaya-ağlaya. Açdım qapını, nə olub? Dedi, heç nə. Dedim, yenə də doğrudan nə olub? Çıxartdı qabağıma rəsmlər atdı və həmin insan yanında rus qızlar, nabran, ora-bura. Artıq mən icazə vermədim ki, getməyəcəksən, qayıtmayacaqsan. Hem senden hem benden halin yüzü dönse ne olacak halımız bu eşkin odu sönse sen de benim gibi hele de sevirsense geri dön geri dön geri Adətən ölən adam üçün belə deyirlər ki, elə bil hiss eləyirdi ki, öləcək. Bu ifadə çox işlənir. Amma doğrudan Şəfa elə bil hiss eləyirdi ki, xoşbəxt olmayacaq. Qəribə bir təsadüf, 2005-ci ildə Şəfanın 30 yaşı tamam olmuşdu. Amma o özü bu ilki ad gününü qeyd etmək istəmirdi. O həmin ili mart ayında onun 30 yaşı tamam olurdu. Mən çox istəyirdim ki, onu təntənəli qeyd eləyək. Özüm istəyirdim ki, eləyim. Eləmədi. Eləcə mənə deyirdi ki, mən ürəyimə damır ki, mən 30 yaşımda rəhmətə öləcəm də, mənə düşməyəcək. Hətta 2 gün ondan sonra da biz onu tutub onunla bir yerdə ad gününü qeyd eləyə bilmədik. Hər şey yavaş-yavaş axarına düşürdü. Sənətdə də öz sözünü deməyə başlamışdı Şəfa. Amma bir gün onlara qəfil zəng gəlir. Elə dekabr ayının girəcəyində. Xoş xəbər idi. Hüseynovlar ailəsini Saatlı rayonuna toy məclisinə dəvət edirdilər. Körpəlikdən rəfqəm vardı. Onun qohumları, dayısı-gil olurdular orada. O qızına toy eləyirdi. O çağırmışdı. Mən getməli idim əslində. Mən onda mağazın işlədirdim. Özüm mağazam vardı. Yəni onu bağlayıb gedə bilmədim. Nəysə bir problemlərim oldu. Navıqdan filandan gəlmişdilər. Qərara gəldik ki, heç kim getməsin. Onun da həmin gün boş idi, toyu yox idi. Mamam çox israr elədi. Mamam getmək istəyirdi. Çünki balaca qardaşıma bizdə toy eləyirdi. Mamam dedi ki, onlar da bizim toyumuza getməliyik. Şəfa getmək istəmirdi. Nəysə, səhər tezdən mən yatırdım, gördüm Şəfa rəhmətli dururuz mənə ki, bəs dur da getmirsən. Dedim, bəs axşam danışdıq, razılaşdıq ki, getməyəcək.
Dedi, yox, getmək lazımdır, ayıbdır. Avtoqəzada həlak olan müğənni Şəfanın və anasının ölümünə səbəb olan günahkar qardaş danışacaq. Mənə nə qədər çağırıb, cavab verməmişəm, ürək bastı. Hansı məşhur müğənni cənazələri gətirməyə gedən qardaşa yardım etmədi? Şəfaya hətta bacı deyən insan Şəfanın son nəfəsində o hərəkət eləməlidir. Elton Şəfanın xatirəsinə necə hörmətsizlik etdi? Bəlkə vicdanı yoxdur ki, o adam bu hərəkətə eləyər. Özü də Şəfa kimi bir insan. Bilmədiyiniz ən şok faktları İradə İsaqdan eşidəcəksiniz. Sizə nə ehtiyac var idi? Sürücü Sumqayıtda qaldı, biz özümüz Zoratda qaldıq. Dedim, hər ehtimala qarşı gedim, bunu da götürüm, Hüseyni. Adı Hüseyindir, şoförün. Dedim, götürüm, yolanda dəyişiklik sürərik, bir təhər ceyb gələrik də yavaş-yavaş. Mənə dedi ki, narahat olma, elə çıxacam ki, vaxtında gəlim çatım ki, axşam yenə məclisi var idi, ora getməli idi. Mən də o vaxtlar xırda ticarətlə məşğul olurdum. Hardasa günorta saat 3-4 olardı. Anamla gəldilər yanıma ki, bəs biz toya gedirik. Bir şeyi xatırladım, Şəfa mənim qızımı çox istəyirdi, həddindən çox istəyirdi. Hətta onun adını da özü qoymuşdu, Selcan. Bir gün onsuz qala bilmirdi. Yəni, gəldi, mənə dedi ki, bəs Selcanla görüşə bilmədin. Mənim əvəzimdən çoxlu öpərsən. Hər bir evladın mənə elə gəlir, arzusudur ki, özünü anasının nə qədər çox sevdiyini anasına sübut eləyə bilsin və həmin vaxt mənim əlimdən heç bir şey gəlmirdi. Sadəcə mən orada anama bahalı paltarlar hədiyyə elədim. Bu paltarlarla da toya getdi. O paltarlarla toya getdi, bəli. Hardasa bir 10 gün ondan qabaqda mən ümumiyyətlə bu nə bilim də bu falsı, nə bilim, belə şeylərə inanan adam deyiləm. Mənim mağazama sadəcə o arada gəzən falçılar olub. Satıcım onu tutdu, gətirirdi ki, hələ gəl bu qızımızın da falına bax, qardaşım da onda yanımdaydı. Mənə baxdı, mənə dedi ki, sən göz yaşında üzəcəksən belə filan. Qardaşıma baxan kim dedi ki, sən avar eləyəcəksən. Mən sözün düzü belə çox, yəni mənə o qədər əsəb gəldi ki, yəni pul yığmaqdan ötürü insanın üzünə belə sözlər deməz. O da nişanlı idi. Gördüm ki, çox pərt oldu. Dekabrın 3-ü 2005-ci il Hüseynoğullar ailəsi öz şəxsi avtomobilinə minərək bu şosсе ilə üzü ölümə doğru bir daha geri qayıtmamaq şərti ilə deyə-gülə yola düşdülər. Toy necə keçdi? Toy demək olar əla, super. Oxudun. Müğənniləri var idi özlərinin restoranın. Amma Şəfa verdilər mikrofonu, elə bir şey o üçün müğənni çəkildi qırağa. Gecə qaldıq orada, səhər tezdən doğruzdular bizə qonaqlıq verdilər. Necə tezdən yatmaq olmaz axı. Belə dedik, durmuşuq, çıxaq yola yavaş-yavaş. Yolda bacıma zəng gəldim ki, bir şey lazımdır, ev alım, böyük bacıma o günə. Dedi ki, nə bilim, balıqdan zaten gör nə tapsan, al. Bilirdi, mən balıq yeyən deyiləm, həmsə mənə zaten sürdü ki, siyəzəndən sənə çoxlu balıq alıb gətirəcəm. 10-15 dəqiqə keçəndən sonra gördüm ki, o vaxtda kamazlar gedir, yekə maşınlar, yolun sağından. Siz sürürdünüz, əvvəlcə sürücü sürürdü, sonra siz dəyişdiniz maşını, niyə dəyişdiniz? Körpüdə dəyişdik. Hüseynin elə bir şey yuxusu gəldi, gözləri yumulurdu da, kamazlar da sağda gelirdi, yekə maşınlar düzlənmişlərdi, nə qədər ipək yolunda. Necə gördüm yol döngəri belə elə, keçdim kamazların lap dalına. Yavaş-yavaş getdim, gördüm ki, sürət çox zəifdir. Baxdım güzgüdən heç nə gəlmir, arxadan maşın gəlmir. Bir dənə kamaz var idi, yolun ortasında gah sağa, gah sola belə şey deyirdi. Mən də qalmışdım elə ki, kamazların böyründə. Yolda mahalle döngəli. Gedəndən sonra gördüm ki, kamaz gah girir, gah sağa çəkir, belə elə. Gah sola, gah sağa. Hə, yolun ortasında.
Siqnala saxladım, marqat elədim, çəkdi sağa. Mən buna çatanda 10-15 metr qalmış, bu mənə işarə verməmiş, eləməmiş, qəfildən döndü yolun soluna. Mən də ayağımı atdım torumuza, yer nəmi idi, yoxsa nə idi, axırı bilmirəm. Təkərləri tutub sürüşə-sürüşə beləsə gedib qalır. Gördüyünüz bu kadrlar qeyri-peşəkar şəxs tərəfindən telefonla çəkilib. Vallahi o da Allahın bir qismətidir. Əslində mən görmüşəm dəfələrlə ki, avariya düşən adam, qabaqdaşlar yerində ölürlər. Ya ən çox xəsarət olurlar orada. Yəni biz ikimiz Hüseynlə mən xəsarət almışıq, ayaqlarımız sınıb, onun da mənim də. Mən operasiya olmuşam, bağırsağım əzilib, Hüseynin dalağı partlayıb. Aram qaçıb bir-birinə, amma bunlar heç eşitdiyimə görə, yəni danışdıqlarına görə ki, anamın ayağından əli sınıbmış. Bizim ikimizi bir yerdə skorda aparıblar. Elə ki, hadisə saat 11-də olub, saat 4-də skor olmuş şəhər var. Xəsarət alandan sonra məni çıxartdılar maşına. Mən telefon xahiş elədim ki, telefon gətirin maşına. Getdi bir roz telefon gətirdi, dağılmış, tökülmüşlər. Onu bir təhər yığdım, zəng elədim həmin tərzən bacıma ki, bəs belə avariya düşmüşük. O da zarafat kimi qəbul edildi. Nəsə, onun dedim, elə bir şey özümdən getdim, yoxsa nədirsə yadımdan çıxıb. Deməli, təcili yardımda bizi anamla məni eyni apardılar. Həkimlər də məni iynə vurub, ağrını hiss eləməyim də, yatım. Mənə nə qədər çağırıb, cavab verməmişəm, ürək partlayıb. Telefonu götürdüm, gördüm, elə qışqırır ki, biz avariya düşdük, avariya. O qədər şoka düşdüm ki, heç başa düşmədim. Hətta ikinci mərtəbədə idi mənim mağazam. İnanın, az qalmışdı ikinci mərtəbədən üzüm atdım aşağı ki, nəsə bir maşını tutun. Şəfanı hamımızdan tez satırdılar balnisəyə. Yol polisləri çox sağ olsunlar. Həkimlər diaqnoz qoyub, beynin silkələnməsi. Beyin bilmirəm, yerindən neçə milli, yoxsa nəsə belə qaçıb. Onun başı hara dəymişdi ki? O, həmin o remen olan iki qapanın arasına. Haradasa səhər saat 11-in yarısı belə olardı. Böyük bacım Aygün mənə zəng vurdu ki, gördüm ağlayır telefonda. Dedim, bəs nə olub? Dedi, Səxavət, yəni qardaşım. Dedi, Səxavət mənə zəng eləmişdi ki, maşını vurdum. Dedim, necə bəyəm, salamatçılıqdır. Dedi, valla bilmirəm, Səxavət mənə zəng elədi. Amma Səxavətdən sonra həkim götürdü telefonu, mən həkimlə danışdım. Dedim, bəs hadisə harada olub? İpək yolunda, dedi. Həmin vaxtda mənim telefonum zaryadkaya qoymuşdum. Telefonu necə çəkdim, qopartdım. Bir dənə o yadıma gəlir ki, mən artıq taksidəyəm. Biz hadisə yerinə haradasa çatmağımıza çox var. Yəni belə qrubu desək, maşının vəziyyəti, məni bir o qədər köhnə maşını idi. Bəli, sürət spidometr 60-dan yuxarı qalxmırdı. Mən məcbur edirdim, dayı qurbonluğum sürü, tez çatmaq lazımdır. Çox tanınmış bir müğənnidir, adını deməyəcəm. Yolun kənarında dayanmışdı, öz xarici avtomobili ilə. Mən bilirsiniz, bunu bir anlıq görəndə yaxınlaşdım ki, bəs salam, Şəfagil avtomobil qəzasına düşüblər. Təcili çatmalıyam. Bilirsiniz, yuxarıdan aşağı süzərək, yox, sən get, bizim işimiz var. Hətta mən onu orada söydüm də. Yəni ki, o insan efirdə məni görsə, vicdanı varsa, yəni ki, nə deyim, mənim ailəmdə çörək kəsən və Şəfaya hətta bacı deyən insan Şəfanın son nəfəsində o hərəkət eləməlidir. Həkimlərin məni allatmağı ki, hər şey qaydasındadır, narahat olma, mama da sağdır, bacı da yaxşıdır, qardaşımın da bir dənə ayağı sınıb, vəssalam. Amma hadisə yerinə çatanda mən artıq anladım ki, anam həyatda yoxdur və bilirsiniz, mənim üçün ən ağrıdıcı o idi ki, mənim anama bağışladığım paltarları mən qan içində gördüm. Avtomatik elə bil yığdım onun telefonuna. Çağırdılar, qəti, yəni nansız elə fikirləşirdim ki, açacaq, özü onun çox qəribə bir telefona cavab vermək forması vardı. Mənə açanda həmişə belə, yəni alo, bu formada açmırdı. Tutalım ki, bəli, belə cavab verirdi həmişə, belə qəribə. Fikirləşirdim ki, bu dəqiqə səsi gələcək və o formada mənə cavab verəcək. Amma telefonu qardaşı götürdü, Zöhrab. Dedi ki, bəs həqiqətən qəzaya uğrayıblar.
səhv eləmirəmsə Semaskada yatırdılar. Biz təcili gəldik, bir saata çatdıq. Mən onda Şəfa komadaydı içəridə. Yanına girmək olardı, amma mən içəri girmədim. İndi sevinirəm ki, nə yaxşı girmədim. Yəni təsəvvürümdə, xəyalımda o vəziyyətdə qalmadı. Canlı vəziyyətdə qaldı. Yəni ki, o gülən, danışan, mehriban Şəfa vəziyyətində qaldı. Qardaşınızı qəzanı törətdi. Nə oldu ona münasibətiniz qardaşınız? Mən heç nə, Allahın işi idi. Onun üzərində deyildik. O anamı da, bacımı da məndən də çox istəyirdi. Hələ bu hadisə olmamışdan mən Sumqayıtda hansı marşrutda minirdim, hara gedirdimsə, bizim avtomobilin nömrəsini soruşurdular ki, oğlan sənin qardaşındır, deyirdim, hə. Bəs qurbanın başına dönüm, ona deyin, yavaş sürsün. Bilirsiniz, mən onu nəyə görə bağışlamamışdım? Həmin an, həmin gün, dekabrın 5-i mənim xatirəmdə necə qalıb? Dekabrın 5-i mənim üçün Allaha ağır gedməsin, qiyamət günü kimi. Çünki bilirsiniz, hadisə yerinə çatdıqda zinət əşyalarının itməsi, həkimlərin məni allatması, necə deyim sizə? Gəlib təmiz bir başqa bir mənzərənin şahidi oldunuz. Tamam başqa bir mənzərənin şahidi oldum və həmin insanın, belə deyək də, qəzanı törədib qaçmışdı artıq o Kamazın sürücüsü. Bilirsiniz, o an insanın içindən bir qisas hissi keçir. Mən kimdən qisasmalım, mən kimə sözümü deyim. Çünki bilirsiniz, həmin gün demək olar ki, Ölən də özü mümkündür, öldürən də özü mümkündür. Bəli, ölən də özü mümkündür, öldürən də özü mümkündür və ətrafımda heç kimin olmaması. Çünki atama iynə vurdular, atamın vəziyyəti pis oldu, atam yuxuya verdilər, bacım onun kimi. Bilirsiniz, tək qohum əqrəba hamı gəlir, sual verir, nə oldu, nətər oldu. Bir ara, bilirsiniz, cəmiyyətdən qaçmaq kimi fikirlər. Mənim atam da xəstə idi. Evdə elə bir ki, bütün yükü mənim üstümə düşdü. Yəni, bizi tanıyan bütün insanlar bilir. Mən gündüz onların məclisini yola verirdim. Axşam qardaşım komadaydı. Məndən başqa yana heç kim buraxmırdılar. Axşam paltarımı dəyişib xəstəxanaya getməyə məcbur idim. Şəfa 3 gün komada qaldı və anamın yasını verirdik biz 3-ünü. Oturmuşduq mağarada. Birdən gördüm ki, nəsə qadınlar ikinci dəfə başladılar ağlamağa. Bilirsiniz, anamın 3-ünü verən günü bir növ mənim içimdə sevinç var idi. Nə barədə ki, bunlardan başım açıldı, artıq mən gelib şəfaini ola bilərəm. Və ondan bir gün əvvəl mən qospitalda, Musa Nağıyev adına xəstəxanada girdim şəfainin yanına. Uzanmışdı, yəni ki, bir gözləri açıq idi. Yaxınlaşdım. Şəfa, mənə eşidirsənsə, heç olmasa əlimi sıx dedim. Gördüm, cüzi nəsə var. Bilirsiniz, bir növ içimdə ümid var idi. Şükür eləyirdim Allaha ki, ola bilsin. Yaşayacaq. Zəng vurdum, xirurqlar gəldilər, baxdılar. Mənə heç nə demədilər. Zəhmət olmasa otaqdan çıx dedilər. Sonra atamdan soruşdum ki, bəs nə oldu? Dedi, yox, əmələ gələn şeydir. Bu insanın həyatı demək olar ki, məhv oldu da. Bəli. Həm öz həyatı, həm də hamımızın həyatında dönüşdü. Nişanı qayıtdı onun. Nişanı qayıtdı, yəni operasiyalardan çıxdı, 2 ay komada qaldı. Yəni həyata güclə qayıtdı. Sürət əcəldəndir, təmkin əzəldən. İpək yolunun hamarlığına, öz sürücülüğünün mahirliyinə güvənən neçə insan yaşayıb bu aqibəti. Həyatda ən böyük ağrı odur ki, sevdiklərinin istəmədən əzabına səbəb olasan. Gördüyünüz bu foto Şəfa ilə anasının ölümdən 24 saat əvvəl iştirak etdikləri toyda çəkdirdikləri son fotodur. Tanrı o zaman 22 yaşında olan bu oğlanı çox ağır sınağa çəkdi. O, zədə almaqla qalmadı. Üzərində ömürlük ağır yük olacaq vicdan əzabını da daşımalı oldu. Onun həyata dönməsi də xeyli çətin olmuşdu. 46 gün qaldım komada. 46 gün. Yas mərasimi verildi. Vallahi mənim xəbərim yox idi. Bir deməli, mənim axırıncı dəfə gətiriblər Sumqayıta. Mən qoyublar banisada 40 veriləndən sonra səhər gün mən gətiriblər evə. İnanırsınız, qardaşımı gördüm, heç adını da bilmirdim qardaşımı. Tanıyırdım sifətlərini ki, bu kimdirsə yaxın adamdır, amma adını bilmirdim. Yaddaş itkisi oldu sizdə.
Bəli, demək olar. Mənə soruşurdu ki, qardaşım niyə gəlmir? Bilirsiniz, bir növ həmin vaxt küskün idim ona. Nəyə görə? Çünki mən ona çox demişdim. Amma saqqalda olduğuma görə, atamın da məsləhətinə görə, atam deyirdi ki, gedmə də, o hiss eləyəcək. Amma hətta o komadan çıxdı, evə gələndə mən evdən çıxmışdım. Evdən çıxmışdım, hamıdan soruşub Zöhr abanı, nə bilim nə. Böyük bacım da təkid edirdi ki, Zöhr abba bəlkə artıq söyləyək. Çünki artıq bunların qırığı da çıxmışdı. Hər dəqiqə soruşurdu, Şəfa hanı, mama hanı, nə qədər allatmaq olar. Mənə allatmışlar evdə ki, anamla İrana gedib, müalicəyə, belə elə. Qara bayram idi. Əmim oğlundan gülab işi gəldi. Bunlar gedəndən sonra bacımdan soruşdum. Dalaşa soruşdum ki, mənə düzün deyin də. Bacım axırda dözmədi. Açdı, dedi ki, belə, elə. Bəs bütün bunlar və həbs. Niyə Ondan həbs? sonra həbs verdilər. Yəni, ağır cinayətlərə qarşı məhkum oldu. 2 və də artıq adamın şəxsin ölümünə səbəb olan qəza. Hələ də aydınlaşdıra bilmirik ki, qardaşım olub, ya şofer olub, onu bilmirəm. Bəs birisi Kamaz şoförü nə oldu? O günahkar hesab olundu. Onu mən tanımırdım. Məhkəmədə tanış oldum onunla. Yəni ki, 84 təvəllüd idi, yoxsa 85 təvəllüd, arıq bir dənə oğlan. Yəni ki, necə deyim? Təcrübəsiz adam o boyda Təcrübəsiz Kamaz sürür. adam, bəli. Demək olar, təhqiq kimi çıxacaq, yoxsa nəsə, rola gücü çata bilməyən adam. Eləmsinə arıq idi. Məhkəmə oldu, Kamazın sürücüsünə də, qardaşıma da hərəsinə 5 il icbari iş verildi. Mənəvi çəkdiyim cəza, ürəyimdə çəkdiyim cəza elə mənə bəs idi. O 5 ili mənə nahaq verdilər. Mamanın 3 günü gördüm, cəmaat təzdən ağlamağa başladı. Mənim adaşım var, onun da adı Zöhr abdır, bir növ öz ailəmizin evladı kimidir. Soruşdum, Zöhr ab, nə olub? Dedi, heç nəyə gedək evə. Bilirsiniz, o an hiss elədim ki, içimdə nəsə qırıldı. Soruşdum, Şəfa, gördüm ağladı. Mağarada nə var idisə, mən vurdum, sındırdım. Çünki artıq dözə bilmirdim. Sağ olsaydı bir dəqiq gözümdən uzaq bıraxmaz. Kimsə gəlirdi, bəs Zöhr ab, xəbərim var. Nə olub? Biz qardaşımın ayağını kəsiblər. Zəng eləyirdim xəstəxanaya, xalam uşaqları, yenə deyirəm, dostlarım oradaydılar. Soruşurdum, belə-belə söhbət var, nədir, nə məsələdir? Deyirdilər, yox, nə danışsanız? Yalvarırdım, bilirsiniz, mən gedmirəm axı. Çünki bu qədər aldanmışam anamın ölümündə, Şəfanın ölümündə. Yalvarırdım ki, qurban olum, əgər doğrudan da belə bir şey varsa, gizlətməyin də. Hətta artıq qomadan çıxıb evə gələndə mən getdim, ədyalı qaldırdım. Özüm bunun ayaqlarına baxdım ki, görüm yerindədir, yerindədir. Bax, indi Şəfanın şəkillərinə baxırsınız, ananızın şəkillərinə baxırsınız, bacınızın, qardaşınızın üzünə baxırsınız. Nə hiss edirsiniz? Necə başlamamayacam o. Özü çox cavan idiniz siz, 22 yaşınız var idi. Çox təcrübəsiz və həyatı təzə başlamış bir insan. Deməli, bacımla münasibətim yaxşıdır, yox, qınamırlar. Qardaşım bir ara qınayırdı, sonra qınamadılar. Sonra qohuma iqraba çox qınayırdı mənə. Günahkarlandırırdı. Nə dediniz onda? Tanırdım, çəkdirdim belə, qaçırdım, ağlayırdım, belə körpə uşaq kimi. Və siz o, mən bildiyimə görə o saatdakı ailə ilə aranı soyutmuşsunuz, əlaqəni kəsmişsiniz. Niyə? Mənim onda xəbərim olmayıb. Mən dedim, yəni o insanların da heç bir günahı yoxdur. Onlar neynəsin? Kim istəyər ki, toyuna gələn elə qayıtsın? Mənim başım qarışıb qardaşıma, indi insanlardır da, onlar gələndə üzrə nəysə də, bizim qohumlarla aralarında nəsə də problem yaranır. Bəs sonra bu ailə necə bir təhər özünə yığışdı? Necə
öz-üzə gəldiniz? Bilirsiniz, səbr Allahdandır. Səbr Allahdandır və heç vaxt heç nədən ümidi kəsmək olmaz. Allahın bir gününə də şükür, verən də odur, alan da odur. Yarımçıq ömür hər şeyi yarıda qoydu. Bəlkə Şəfa yaşasaydı, indi o da xeyli populyar olacaqdı. Bəlkə onun da telefonu hansısa dırnaqarası prodüser qeyri-adi bir şəkildə qaldırıb cavab verəcəkdi. Çünki onunla işləyən və onun kömək etdiyi, əlindən tutduğu bir çox müğənni bugün xeyli populyardır. Amma bu sənət dostlarının heç biri Şəfanın borcundan çıxmadılar. Bu ağır yük altında qalmış, depressiya altında yaşayan, 3 nəfər ailə üzvünü itirən bu ailəyə onlar heç bir maddi və mənəvi dayaq olmadılar. Hələ onlardan biri və Şəfanın ən çox kömək elədiyi müğənni Elton Hüseynəliyev hətta bizim verilişə müsahibə verməyə belə gəlmədi. O müğənnilər ki, Şəfa ilə dostluq eləyirdilər və onlar bir növdə mənim dostum idi. Onlar bilirdilər ki, məsələn, Şəfa ilə həmişə mənəm. Şənliklərində, orada, burada. Köməkçisiniz? Mən elə bir dəstək görmədim. Bəs Elton, onunla bir yerdə fəaliyyətə başlayan, Şəfanın biraz dəstəyindən yararlanan Elton? Elton Şəfadan əvvəl məndən dostluq eləyib. Eltonla demək olar ki, bizim uşaqlığımız bir yerdə keçib və mən Eltondan bu günəcən şəxsən adi yaxınlaşıb mənə Allah rəhmət eləsin sözünü eşitməmişim. Ailənin qalan fərdlərini Aygün qaldıra bildi. Zöhrab məncə ancaq yaxınları, mən yenə deyirəm, məsələn, çox bilə bilmərəm, tam ki, bibisi, xalası, əmisi, çox belə geniş əhatəli bilə bilmirəm. Amma məncə dostlarından heç kim, yəni ki, sənət dostlarından heç kim gəlib axtarmadı onları. Çox az adam bəlkə də axtardı. Yəni Şəfa Gilin ailəsi bilirsiniz necə idi? Nə vaxt gəlirdinsə, mütləq qonaqlı qaralı idi da. Evdə mütləq kimsə görürdün, tanınmış və ya tanınmamış sənət adamlarından. Amma məsələn, Şəfanın hüzründə də, yasında da, cənazəsini götürəndə də mənim gözümə çox elə bir adam dəymədi ki, sağlığında burada olan adamlardan çox adam belə gözümə dəymədi. Mən onda elə vəziyyətdə idim ki, heç indi daha fikirləşirəm. Deyirdilər, hamısı gəlib Allah canlarınızı aləsin, amma belə görməmişəm. Xəstəxanada görmüşdüm Eltonu, Rəqsanə xanımı, Xatirəni, Alim Qasımov neçə dəfə gəlmişdi. Onu demək düz deyir, o Allah'cıq gedər. Dostun həmişə diqqətini saxlamalıdır. Mən onlara elə bir, nəsə bir şey eləməmişəm. Mən ancaq sadəcə arada bir zəngləşirik, o kişiyə belə təhsilini verirəm. Şəfa bu dünyadan gənc köçmüşdü deyə bir çox işləri də yarımçıq qaldı. 30 yaşında insan, hələ hər şey qabaqdadır da insan üçün, 30 yaşında insan üçün. Şəfa nə qədər də desə ki, məsələn, mən hisslərimi, şəxsi həyatımı öldürmüşdü də, saxlanmışdı, dondurmuşdu. Amma mütləq ana olmaq istəyirdi, mütləq. Bu, məsələn, mən həmişə onu fikirləşəndə çox mənə təsir edir ki, Şəfa bilirdi, xoşbəxtliyə layiqdir. Və bəlkə də fikirləşirdi ki, hələ ömrün yarıdan çoxu qabaqdadır da. Mütləq nə qədər də desə ki, məni maraqlandırmır. Məsələn, mən sənətim ancaq hər şeydir mənim üçün. Amma istənilən bir insan, istənilən bir qadın ürəyində mütləq istər ki, gözəl ailəsi olsun, övladları olsun. Ən azından bugün ondan sonra ancaq belə mən fikirləşirəm ki, quru şeylər qalıb. Səs, lent, şəkil, film. Amma canlı yadigarı qalmadı. Amma bunu o qədər o içdən ana olmaq istəyirdi. O qədər gözəl ana olardı olsaydı. Çünki gözəl bacı idi Şəfa, gözəl bibi idi, gözəl rəfiqə idi. Şəfa bizim ailəyə bundan sonra lazım idi. Kaş həkimlərin dediyi kimi şikəst olardı, amma yanımda olardı. Çünki bir növ mən nə Şəfa ilə, nə anamla halallaşa bilmədim. O insanın haqqı mənim boynumda çox ağırdı və bilirsiniz,
bununla halallaşmayanda insana çox böyük təsir edir və onun borcunu bir növ bilmirsən necə qaytarasan. Qəbrin üstündə ağlamaq, dua oxutdurmaq, şəklinə baxıb ağlamaq, musiqisinə qulaq asıb yad eləmək. Bunlar əvəz eləmir. Heç nəyə qaytarmaq. Doğrudan da Şəfanın ölümü onu qətiyyən unutturmadı. Nə ölümünə səbəb olmuş, bu məzara gələndə hər dəfə günahlarını siləcəkmiş kimi qəbri təmizləməyə çalışan kiçik qardaşı Səxavət, nə ailə üzvləri, nə də qoyub getdiyi kədərli mahnılarını sevən dinləyiciləri. İntuisiyanın Stalininizi sizdən yaxşı bilir. Bu sözlə bugün barışmaya bilmirəm. Yenə ayrılığın yerləri əsdi, əcəl yaman yerdə yolum kəsdi. Göz yaşı heç nəyi qaytarmaz geri. Ağlama gözlərim, ağlama, bəsdir. Sağ ikən nə vaxtsa yazdığı bu şeirin 30 yaşında öz məzarına həkk olunacağını bilməyən narahat ruhlu Şəfa kimi. Ki tamam eşqi در جسم خالما. Bilirsiniz, mənə elə gəlir ki, ən xoşbəxt cəhəti nədir? O mahnı səslənəndə deyirlər ki, Şəfa oxuyur. Bunu bilirlər, tanıyırlar, səsindən tanıyırlar. 5 ildir reklam olunmur, 5 ildir, yəni ki, efirdə səslənmir. Amma tanıyırlar, bilirlər. Bu elə, məncə, mən deyirəm ki, məsələn, çox şey eləyə bilmədi. Bəlkə də ən böyük şey eləyib getdi Şəfa, ki, tanınır. Və mənə elə gəlir, həmişə tanınacaq. Geri dön.